Salam uşaqlar. Bugün mən sizə kimyanın anlayışları test topusu, birinci bölmə maddələr, xassələr, təsnifatı, qarşılıqlar və onların ayrılması testlərinin izahını verəcəm. Gəlin birinci suala baxaq. Uşaqlar, birinci sualda deyir ki, deməli, distillə ilə ayırma üsulu əsasən maddələrin hansı xassələrinin müxtəlifliyinə əsaslanır. Biz bilirik ki, distillə deməli, enerjisli qarşılıqların ayrılma üsullarından biridir və distillə vasitəsilə iki dənə bir-birində yaxşı həll olan mayeni biz ayırmaq, yəni bunu ayırırıq. Belə ki, məsələn, biz deyirik etil spirtli su. Biz etil spirtli sunu, indi mən bunu daha ətraflı izahını verirəm ki, uşaqlar tam başa düşsünlər. Distillə vasitəsilə ayırt eləyirdik. Və distillin əsas iç prinsipi nə idi? Mən deyirdim sizə nəzəri izahlarda da ki, mənim dediyim nəzəri izahlar əsasən testlərə düşən nəzəri izahlardır. Mən deyirdim orada nəyin müxtəlifliğinə əsaslanır? Bəli, distillədə qaynama temperaturu müxtəlifliğinə əsaslanır. Niyə? Çünki distillədə məsələn dedik etil spirti sudur ki, etil spirti 78-80 dərəcədə qaynayır. Su isə deməli 100 dərəcədə qaynayır. Belə ki, distillədə həmin bu iki maddələrdən hansının ki temperaturu daha aşağı dərəcədə qaynayırsa, birinci o ayrılır, yəni etil spirti. Çünki etil spirti 78-80 dərəcədə, daha sonra su ayrılacaq. Yəni burada qaynama temperaturunun müxtəlifliyinə əsaslanır. Birinci suala cavab olur B variantı. İkinci suala baxaq. İkinci sualda deyir ki, durultma ilə ayrılma üsulu əsasən maddələrin hansı xassələrin müxtəlifliyinə əsaslanır. Uşaqlar, durultmaya biz məsələn misal göstərə bilərik. Ümumiyyətlə durultma müxtəlifli qarşılıqların ayrılma üsullarından biridir. Durultma və yaxud da digər adı ayırıcı qıfda verə bilər testlərdə. Və burada iki dənə bir-birində həll olmayan, məsələn yağla su. İki dənə mayeni biz durultma üsulundan ayırt edə bilirik. Bəs bu durultmanın prosesində necə gedəcək? Gəlin istəyirsiniz mən burada şəklini çəkim o cihazında. Tam belə sizin üçün aydın olsun. Uşaqlar, durultma cihazı necə idi? Burada bir dənə qap. Bu krandır. Deməli, bu durultma cihazında yağ su dedik. Yağ suyun üzərində olacaq. Niyə? Çünki yağın sıxlığı suyun sıxlığından az olduğu üçün yağ suyun üzərində olacaq. Və durultmada biz bu kranı açırıq. Kranı açanda burada su damcı-damcı gələcək. Baxın bu qaba. Burada olacaq su. Axır ki, gələcək ki, bu yağa çatanda bu kranı biz bağlayacağıq və yağ həmin bu ayırıcı qıfda qalacaq, su isə qabda qalacaq. Və biz bunu durultma üsulundan ayırt edirik. Deməli, durultma uşaqlar nəyin müxtəlifliğinə əsaslanır? Sıxlığın. Sıxlıq ona görə ki, yağın sıxlığı suyun sıxlığından az oldu deyə yağ suyun üzərində oldu. Və sıxlığı çox olan, yəni su, kran vasitəsilə asıldıqda gələcək birinci qaba od olacaq. Daha öncə növbə yağa çatanda həm bu kranı bağlayacaq və yağ orada qalacaq. Deməli, bu nəyin müxtəlifliğinə əsaslanır? Sıxlığın. Bu belə. Daha sonra xromatoqrafiya 3-cü suala baxaq. Xromatoqrafiya ilə ayrılma üsulu əsasən hansı maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır? Uşaqlar, xromatografiyada dedik ki, biz bir maddənin səthi tərəfindən digər başqa maddələrin udulması prosesidir və udulması adsorpsiya qabiliyyətidir. Çünki dedik ki, udulma adsorpsiyadır, amma ayrılma desorpsiyadır. Və gəlin 4-cü suala baxaq. 4-cü sualda bizə nə deyir? Bir dəqiqə, səhifə getdim. Aha, gəlin 4-cü suala baxaq. 4-cü sualda bizə deyir ki, deməli, hansı kimyəvi işarə bəsit maddəni göstərir? Uşaqlar, deməli, bəsit maddə var, bir də mürəkkəb maddə var. Bəsit maddədə, deməli, nə deməkdir? Mürəkkəb maddə nə deməkdir? Bəsit maddə tərkibində həmin bu elementlər eyni növ atomlardan ibarət olmalıdır. Məsələn, H2, burada 2 dənə hidrogen atomu var. Məsəl üçün, oksigen 2, 2 dənə oksigen atomu var. Yəni, eyni növ elementlərdən ibarət olarsa və yaxud da bir atomlu element də ola bilər. Məsələn, litiumdur, natriumdur, kaliumdur. Bunlar bu zaman olarsa bəsit maddədir. Bir də var mürəkkəb maddə. Mürəkkəb maddə isə, uşaqlar nə deməkdir? Mürəkkəb maddə, yəni məsələn, NH3. Burada müxtəlif növ elementlər var. Həm azot atomu var, həm də hidrogen atomu var. İndi bizə deyir ki, hansı kimyəvi işarə, baxın, kimyəvi işarə deyir ha bizə. Uşaqlar, hansı kimyəvi işarə bəsit maddəni göstərir?
Baxın, mən təkcə hidrogen yazmalı değildim B variantında. H2 yazmalıydım, xlor 2 yazmalıyam, N2 və brom 2. Ona görə biz B, C, D və E variantlarını götürmürük. Kimyəvi işarəsi olan neondur ki, bir atomludur. Helium, neon, argon, kripton, ksenon. Bu təsirsiz qazlardır. Yəni biz buna təsirsiz qazlar deyirik və yaxud da digər adını nəcib qazlar deyirik. Mən də dedim ki, bayaqlarım hansı ki bəsit maddələr bir atomlu ola bilərlər. Məsələn, litium, natrium, kalium, helium, neon, argon, kripton, ksenon, bor, karbon, silisium. Yəni məsələn misal olaraq bunları misal göstərə bilərik və yaxud da çox atomlu ola bilərlər. Məsələn, H2, xlor 2, N2, brom 2, fosfor baxın belə yazılır. P4, S8. Bunlar bəsitdir. Niyə? Çünki burada 4 dənə fosfor atomu var. Eyni atomdur. Burada kükürddən 8 dənədir. Amma NH3-də məsələn bir dənə azot atomu görürsünüz, 3 dənə hidrogen atomu görürsünüz və yaxud da məsələn misal göstərək suyu. Suda 2 dənə hidrogen atomu var, bir dənə də oksigen atomu var. Yəni müxtəlif növ atomlar olduğu üçün biz ona deyirik mürəkkəb maddə. İndi mən ona görə burada kimyəvi işarə sözü var. Baxın, kimyəvi işarə deyir bəsit maddəni göstərir deyə cavab götürürəm 4-də A variantı. 5-ci suala deyir ki, hansı kimyəvi işarə bəsit maddəni göstərir? A variantında N2 olmalıydı. B variantında xlor 2. B variantında xlor 2 olmalıdır. Flor 2, yod 2, argon da təkdir. Ona görə cavab olur 5-də Y variantı. Gəlin baxaq 6-cı suala. 6-cı sualda bizə deyir ki, Altıncı sualda deməli deyir ki, bəsit maddələri müəyyən edin. Deməli, bəsit maddələr nə oldu? Tərkibi eyni növ atomlar. Məsələn, baxın, A variantında oksigen bəsit maddədir. Çünki 2 dənə oksigen atomu var. Amma H-xlor bəsit maddə deyil, mürəkkəb maddədir. Çünki bir dənə hidrogen, bir dənə də xlor atomu var. Yəni, müxtəlif növ elementlər var. Ona görə bəsit maddələri göstərəndə burada H-xlor A variantını pozdu. B variantında N2 bəsit maddədir. Çünki 2 dənə azot atomu var. Eyni növ atomdur. Amma H2O isə uşaqlar mürəkkəb maddədir. Çünki həm hidrogen atomu var, həm də oksigen. Ona görə B variantı silinir. D variantında H2O-da H-xlordur. Hər ikisi mürəkkəb maddədir. Çünki müxtəlif növ atomlardan ibarətdir. Y variantında N2 bəsit maddədir. Çünki 2 dənə azot atomu var. Amma H-xlor isə mürəkkəbdir. Ona görə Y variantı da getdi. Deməli, doğru seçim olur C variantı. Burada H2 və oksigen hər ikisi bəsit maddədir. Daha sonra gəlin 7-ci suala baxaq. Uşaqlar, 7-ci sualda deyir ki, mürəkkəb maddələri müəyyən edin. Yenə. Mürəkkəb maddə dedik ki, tərkibində müxtəlif növ atomlar olmalıdır. N2, 2 dənə azot atomu var deyə bu olur bəsit maddə. Küt bir atomludur və ona görə bəsit maddə olmuş olacaq. Mürəkkəb maddədən burada amoniakdır ki, həm azot atomu var, həm hidrogen. Burada da bir dənə nitrat turşusudur ki, həm hidrogen var, həm azot var, həm də oksigen var. Ona görə cavab olur 1-lə 3, yəni B variantı. Sonra 8-ci sualda bəsit maddələri göstərin. Deməli, H2O mürəkkəb maddədir, ferrium mürəkkəb maddədir, amma 1-lə 4 dəmir və kükürt deməli bəsit maddədir. Sonra 9-cu sualda nəcib qazını müəyyən edin. Uşaqlar, nəcib qaz və yaxud da digər adı təsirsiz qazlardır. Bunu burada bilməyənlər varsa qeyd eləsin. Bunlara hansılara aiddir? Helium, neon, argon, kripton, ksenon bunlara aiddir. Deməli, burada cavab olur 9-da A variantı, 10-da da B variantı. Sonra gəlin 11-ci suala baxaq. Aha, 11-ci sualda deyir ki, hansı element 2 atomlu bəsit maddə əmələ gətirir? A variantı N2, N2 bu cür yazılır. Azotdur. B variantı karbon, təkcə karbon yazılır. Yəni o bir atomludur. Silisium bir atomludur. Dəmir bir atomludur. Helium da bir atomludur. Deməli 2 atomlu olan hansı oldu? A variantı azot. Hansı element 12-ci sualda 2 atomlu bəsit maddə əmələ gətirmir? Oksigen O2 yazılır. Azot N2 yazılır. Xlor 2 yazılır. Hidrogen H2 yazılır, amma silisium isə təkcə C hərfini yazılır, silisium. Deməli, cavab olur 12-də D variantı. 13-cü sualda deyir, metalı müəyyən edin. Uşaqlar, flor 2, oksigen 2, H2, yod 2 bunlar qeyri-metaldır, amma dəmir isə metaldır. Sonra gəlin baxalım. Deməli, 14-cü sualda.
14-cü sualda deyir hansı deməli qeyri-metaldır? Deməli natriumdur, sinkdir, dəmirdir, alüminiumdur. Bunlar metaldır, amma oksigen isə qeyri-metaldır. 15-ci suala baxaq. 15-ci sualda uşaqlar deyir ki, dəmirlə deməli kükürddən ibarət qarışıqda. Dəmirlə deməli kükürddən ibarət qarışıqda dəmiri deməli necə ayırd eləmək olar? Uşaqlar, deməli mən dedim ki, belə ki, əgər hansısa məsəl üçün ümumiyyətlə qarışıq verilib və orada sizə desək ki, hansı üsulla ayırd eləmək olar? Biz bilirik ki, dəmirlə kükürd deməli müxtəlif cinsli qarışıqdır və müxtəlif cinsli qarışığın 3 dənə ayrılma üsulu var idi. Bunlar hansılar idi? Bəli, süzmə, daha sonra hansısı idi? Bəli, durultma və ayrıcılıq, bir də maqnit təsir etmə. Deməli, mən də demişdim ki, orada dəmir, kobalt və nikel sözü görürsünüzsə, biz onu hansı ilə təyin edirdik? Bəli, maqnit köməyi ilə. Nəzəri izahlara baxan varsa, uşaqlar cavablaya biləcəklər. Ona görə 15-də cavab olur D variantı. Sonra uşaqlar, gəlin baxaq 16-cı suala. 16-cı sualda nə deyir? Deyir ki, bəsit maddələr verilmişdir. Duda his. Bu bilirsiniz nəyin qaydasıdır uşaqlar? Bu allotropik şəkil dəyişmələr. Mən demişdim ki, allotropik şəkil dəyişmələr, burada bilməyənlər varsa, mən onu qeyd edeyim. Uşaqlar burada elə öyrənsinlər. Bəziləri var ki, nəzəriyyəni ümumiyyətlə öyrənmirlər. Burada elə nəzəriyyəni mən sizin üçün qeyd edeyim. Həm də xatırlamayanlar varsa xatırlasın. Amma bu hissələri bilən varsa, videonu biraz irəli verə bilərlər. Baxın uşaqlar, mən demişdim ki, allotropik şəkil dəyişmələr, ümumiyyətlə allotropik hadisəsi iki cür səbəbdən yaranır. Bir, oksigen atomlarının sayına görə yaranırdı. Məsələn, oksigen O2 yazılır, ozon isə O3 yazılır. Bir dəfə 2 var, bir dəfə 3 var. Adları da fərqlidir. Bir də ona görə birinə deyirik oksigen O2, oksigen, O3 olanda ozon deyirik. Bir də deyirik nəyinə görə? Kristal qəfəsinin quruluşunun müxtəlifinə görə allotropik hadisəsi yaranırdı. Bəs allotropik şəkil dəyişmələrdən deyirik ki, yalnız bax mən bunu belə öyrətmişdim, Jobs sözünü öyrətmişdim. Yəni uşaqlar, karbon, oksigen, fosfor, silisium və kükürdün allotropik şəkil dəyişmələri mövcuddur. İndi baxın, bizə bəsit maddələr verilmişdir. Duda his uşaqlar, karbon allotropik şəkil dəyişməsidir. Yazıram yuxarısında karbon. Ozon, oksigen allotropik şəkil dəyişməsidir, yazdım. Qrafit, deməli, yenə o karbonun allotropik şəkil dəyişməsidir. Oksigen, deməli, elə oksigen allotropik şəkil dəyişməsidir. Qırmızı fosforda, deməli, fosforun allotropik şəkil dəyişməsidir. Deyir ki, bu maddələrin tərkibinə neçə kimyəvi element daxil olmuşdur? Baxın, uşaqlar, görürsünüz də buradan. Görürsünüz ki, bir dənə, deməli, karbon, yəni 2 dənə eyni karbonları saymırsınız, müxtəlifləri sayırsınız. 2 oksigen və 3 fosfor. Deməli, cavab olur B variantı. Kimyəvi element olaraq cavab olur B variantı. Daha sonra 17-ci sualda deyir ki, xörək duzu və çay qumu qarışığını bir-birindən necə ayırmaq olar? Uşaqlar, baxın, xörək duzu və çay qumu qarışıqdır. Mən ilk öncə buna su ilə qarışdırıram. Yəni, bunun üzərinə su tökürəm. Xörək duzu, çay qumu və üzərinə gəlirəm su. Daha sonra süzürəm. Süzmə nəticəsində həmin bu çay qumu, qum, həmin bu süzmə nəticəsində oradan ayrılır və bizdə məhlulda qalır xörək duzu və su. Daha sonra mən bu xörək duzusunu uşaqlar necə ayırd edirəm? Xörək duzu suyu, bəli, buxarlandırmaqla öyrənmişik. Çünki eyni cinsli qarışıqlardan biz elə birinci ayrılma üsulu buxarlandırma idi ki, biz olan xörək duzu su, şəkər tozu suyu misal göstərmişdik. Yerdə qalan məhlul ki var, xörək duzu və su, buxarlandırmaq vasitəsilə su qaz şəklində ayrılır və xörək duzu qalacaqdır. Ona görə uşaqlar su ilə qarışdırmaq, daha sonra süzmək, sonra buxarlandırmaq. Cavab olur A variantı. Gəlin digər variantlara da baxın. B variantında deyir distillər. Uşaqlar, distilli ümumiyyətlə 2 dənə bir-birinə yaxşı həll olan maye olmalıdır. Xörək duzu bərkdir, çay qumu bərkdir, bir dənə biz üzərinə su gəlməli idik ki, su da maye haldadır. Amma bizdə distillədə 2 dənə yaxşı həll olan maye olmalı idi. Ona görə bu B variantı səhvdir. C variantı ümumiyyətlə xromatoqrafiya deyir. Xromatoqrafiya, yəni nə əlaqəsi var burada? Ona görə C variantı burada silirik. D variantı maqnit təsir etmə. Burada maqnit təsir etmədə mən demişdim ki, kobaltdır, nikeldir, dəmirdir. Bu sözləri görsəz maqnit təsir etmədə. Bizdə belə bir cümlələr işlədilmədiyinə görə D variantda silinir. E variantda yenə distillə sözü var. Ona görə bu da silinir. Olur, ona görə də A variantı. Aha. Sonra gəlin baxaq 18-ci suala. 18-ci sual uşaqlar maraqlı bir sualdır. Belə ki, gəlin mən burada ağ səhifə açım. Aha, uşaqlar, baxın 18-ci sualda nə deyir? Deyir 4 valentli elementin hər hansı bir element X elementidir. Deyir, bu neçə valentlidir? Bəli, 4 valentlidir. Bu 4 valentli elementin oksidi. Uşaqlar, oksid nə deməkdir? Oksid
Deməli, hələ ki bilməyənlər var. Ona görə mən bunlara elə deyil də izah verirəm ki, onlar aydın olsun. Bilənlər də varsa nə yaxşı. Yəni 2 dənə element olmalı uşaqlar. Biri metal olur, digərisi oksigen olur. Və bu olur oksid. İndi düzdür, burada oksigen oksidaşma dərəcəsi -2 olmalıdır. Bilənlər varsa bunu deyə bilər. İndi bəziləri var ki, ümumiyyətlə oksidaşma dərəcəsi bu tipli şeyləri bilmirlər. Ona görə mən lor dildə izahını verirəm ki, belə düşünün. 2 elementdən ibarət olan bir birləşmədir. Biri metaldır, digəri isə oksigendir. Və 4 valentli element deyir. Ona görə X metal götürürəm. Bilmirəm çünki hansı elementdir. Onun yuxarı hissəsinə mən 4 valentli yazıram. Və oksigen də bilirəm ki, mən bütün birləşmələrdə 2 valentlidir. Amma istisnamız var idi uşaqlar. O hansı idi? Bəli, hidroksonium ionunda və dəm qazında oksigen 2 valentli yox, 3 valentli kimi olurdu. İndi baxın, X metalı 4 valentlidir, oksigen də 2 valentlidir. Mən bilirəm ki, bunlar nə olur uşaqlar? Bəli, ixtisar gedir. Hər ikisi 2-yə ixtisar gedir. Bu olur 1, bu isə olur 2. Və daha sonra mən çarpaz şəklində yazmağı öyrənmişəm ki, valentliyə əsasən kimya formunun tərtib edilməsi qaydasıdır. Bunu mən hamısının dərsdə, nəzəri izahlarda vermişəm izahını. 1 gələcək X-in ayağına, 2 də gələcək oksigenin ayağına. Deməli, mənim ümumi kimya formulum XO2 oldu. Deyir ki, 4 valentli elementin oksidinin molyar kütləsi, uşaqlar, baxın, molyar kütləsi elə həmin o maddənin emeri, yəni nisbi molekul kütləsi deməkdir. Deyir, bunun molyar kütləsi, yazıram bura, emer XO2, emer XO2, deməli, bu deyir 4 valentli elementin oksidinin molyar kütləsinin, baxın, oksigenin molyar kütləsinə olan nisbəti. Deməli, oksigenin molyar kütləsinə nisbəti yazıram MrO2 deyir, bərabərdir 2. Bərabər elədim 2-yə. Və burada tənasüb şəklində yazıram. Mən bilirəm ki, emerin tapılması qaydası necə idi? Hər bir elementin A yerinə vururdum indeksinə və sonunda cəmləyirdim. X-in A yerini bilmirəm, elə X-dir. Say olaraq da X-dən bir dənə D, X-i vurdum elə biri, eğir X. Oksigenin A yeri uşaqlar, baxın burada yazıb. 16-dır. Bilməyənlər varsa buradan baxa bilər, bilənlər də varsa elə özü bilir ki, o oksigen ayırı 16-dır. 16-dan vururuq neçəyə uşaqlar? Oksigenin sayını, yəni 2-yə. Yazıram 2 vurulsun 16, bölünsün. Oksigen emeri 2-ni vurdum 16-ya, 32, bərabər elədim 2-yə. Və buradan x üstə gəlsin 32 bərabərdir. Tənasübdən həll edirəm. 2-ni vurdum 32-yə, bəli 64. Buradan x neçə olacaq? 32, bəli. Deməli, mənim doğru cavabım olur. Nə variantı? C variantı. 19-cu sual baxağın. 19-cu sualda deyir ki, eyni cinsli qarışığı müəyyən edin. Uşaqlar, deməli bir var, qarışıqlar dedim axı neçə yerə bölünür? 2 yerə bölünür. Bir var eyni cinsli qarışıqlar, bir də var müxtəlif cinsli qarışıqlar. Eyni cinsli qarışıqlar biz hansı qarışıqlar deyirdik? Bunu mən həm də belə deyirəm ki, uşaqların yadına düşsün. Eyni cinsli qarışıqlar, deməli 2 dənə bir-birinə yaxşı həll olan maye var. Mən onu adi gözümlə seçə bilmirəm. Məsələn, etil spirtli su, xörək tuzu su, şəkər tozu su. Bunları misal göstərə bilərik. Amma burada yəni mən bilmirəm. 2 dənə stəkan vermişəm. 2 dənə qabda. Biri adi sudur, birisi etil spirtli sudur. Sizcə siz bunu yaxud da xörək tuzusu, şəkər tozusudur, məsələn, içmədən belə adi gözlə seçə bilərsiniz ki, bunun hansı etil spirtli su, digəri adi sudur? Yox. Və amma bir deyirək ki, məsələn, 2 dənə qabdır, birində adi sudur, digərsə qumla su qarışığıdır. Siz avtomatik heç onun qum su qarışığını içmədən görəcəksiniz ki, yəni belə adi gözlə seçə bilirsiniz ki, qum suyun dibində çöküb də. Deməli, bu nədir? Mən bunu adi gözlə seçə bildim. Bu artıq olur müxtəlif cinsli qarışıq. İndi bizdə eyni cinsli qarışığı soruşur. Deməli, mən onu adi gözümlə seçə bilmirəm. Deməli, bu hansı olacaq uşaqlar? Xörək tuzu və su. Cavab olur 19-da Y variantı. Və 20-ci sualda eyni cinsli qarışığı müəyyən edin deyir. Yenə burada etil spirtindən su qarışığına misal göstərmək olar. Sonra uşaqlar, gəlin baxağın 21-ci suala. Ümidvaram ki, izahlarım aydın olur. Əgər nə izahları ki, başa düşməsəz, yorumlarda hamısını yaza bilərsiniz. Mən onu vaxt tapdıqca cavablayacağım. Gəlin baxağın uşaqlar 21-ci suala. Birinci sualda nə deyir? Deyir ki, 2 valentli metal, yenə bilmirəm. Bu hansı metaldır? X metalı. Yuxarı hissəsini yazıram 2. Çünki valentli 2-dir, özü deyir. 2 valentli metalın sulfat duzu. Uşaqlar, bunu bəziləriniz yazmaya bilərsiniz. İlk başda kim kimyaya ilk dəfədən başlayır qulaq asmağa, sulfat duzunu yazmaqda çətinlik çəkə bilər. Uşaqlar, sulfat duzu sulfat turşusunun törəməsidir və sulfat turşusu uşaqlar H2SO4 yazılır. İndi baxın, burada SO4-ü mən valentliyi sizdən soruşsam, orada hidrogen atomunun sayı qədər mənə deyəcəksiniz. Yəni, burada SO4-ün da valentliyi nə qədər olacaq? Hidrogen atomunun sayı nə qədər görürsünüz? 2. Deməli, onda SO4-ün valentliyi neçə olacaq uşaqlar? Ümumi olaraq 2 valentli. Ona görə baxın, mən buraya yazıram SO4 və yuxarısını yazıram 2.
Məsələn, gəlin birini də misal göstərim. Məsələn, H2SO4 olmasın, məsələn, olsun HNO3 nitrat turşusu. Mən buradan sizdən soruşsam ki, NO3-ün valentliyi nə qədərdir? Deyəcəksiniz ki, hidrogenin sayı qədər, yəni 1 dənə. Ona görə NO3 deyəcəksiniz 1. İndi baxın, X 2 valentlidir, SO4 2 valentlidir. Hər ikisi ixtisar gedir neçəyə? 2-yə. Deməli, onda bu 1 olur, bu da 1 olur. Deməli, ayaqların heç nə yazılmır da, nə X-in ayağına, nə də SO4-ün ümumi ayağına heç nə yazılmır. Deməli, mənim formulum necə oldu uşaqlar? Bəli, X SO4 oldu. Baxın, yazıram bura. Mənim ümumi formulum X SO4 oldu. Mənə nə deyir şərtdə? Deyir, ikivalentli metalın sulfat duzunun molar kütləsi, yəni molar kütlə Mr eyni şeydir. Yazıram Mr XSO4. Molar kütləsi həmin metalın molar kütləsindən Mr X-dən deməli 2,5 dəfə çoxdursa bərabər edirəm 2,5-ə. Yazıram X üstə gəlsin. Kükürddən bir dənədir və kükürdün ayrığı 32-dir. 32 üzərinə gəlsin 4 vurulsun 16 bölünsün X bərabərdir 2,5-ə. Yazıram X üstə gəlsin 96 bərabərdir 2,5 X-ə. Və yəni tənasüblə həll edirəm uşaqlar. 1,5 X bərabərdir 96-ya. Buradan da X neçəyə bərabərdir? 96-nı böləcəksiniz. Üstə 2 tərsinə vuranda neçə eləyəcək? 64. Deməli, doğru cavab olur 21-də C variantı. Yəqin ki, tam belə başa düşdünüz. İndi gəlin 21-ci sualın bənzəri 22-ci sualdır. Gəlin indi 22-ci sualın izahını vereyim. Deməli, İkinci sualda deyir ki, ikivalentli metalın bromid duzu. Yəni, ikivalentli metaldır. Baxın, bromid deyil, yenə H bromdan yaranıb da bu. Ona görə brom neçə valentlidir? 1 valentlidir. Bromun yuxarı hissəsini yazıram 1. Hardan bildim ay müəllim 1-dir? Çünki hidrogenin sayı 1-dir. Hidrogenin sayı qədər bromun da valentliyi 1 olmuş olur. Aha. İndi mən valentliyə əsasən formulu tərtib edirəm. 1-i yazıram X-in ayağına çarpaz. 2-ni də yazıram bromun ayağına. Olur deməli, mənim formulum necə olur uşaqlar? X brom 2 şəklində. İkivalentli metalın bromid duzunun nisbi molekul kütləsi. Yazıram, nisbi molekul kütləsi Mr deməkdir. Mr-i deyir ki, bölürəm həmin metalın nisbi atom kütləsinə. Nisbi atom kütləsi nədir uşaqlar? Ayır. Deməli, ayır X deməli, atom kütləsindən 5 dəfə çoxdursa, bərabər edirəm 5-ə. Deyir, metalın nisbi atom kütləsini müəyyən edin. Yazıram ki, X üzərinə gəlsin. 80-i vururam 2-yə. Bölürəm X-a, bərabər edirəm 5-ə. X üstə gəlsin 160 bərabərdir 5X. 4X bərabərdir 160-a və X də bərabərdir 40-a. Və məndən də nisbi atom kütləni soruşurdu. Deməli, doğru cavab olacaq 40, yəni 22-də olacaq Y variantı. 23-cü suala baxaq. 23-cü sualda nə deyir uşaqlar? 23-cü sualda deyir ki, hansı sırada bir atomda bəsit maddələr əmələ gətirən elementlər göstərilmişdir? Helium bir atomludur, amma azot isə N2 2 atomludur. Ona görə A variantı getdi. B variantı kükürt S8-dir, oksigendir O2-dir. Ona görə B variantı da getdi. C variantı oksigen O2-dir, kalium isə bir dənə kaliumdur. Burada oksigen pozu deyə C variantı da getdi. Deməli, Y variantında mis, kuprumda, azotda N2-dir. Ona görə, azota görə Y variantı da getdi. D variantında isə argon bir atomludur, helium da bir atomludur. Ona görə doğru cavab olur, deməli, D variantı. Sonra gəlin baxaq 24-cü suala. 24-cü sualda nə deyir uşaqlar? 24-cü sualda deyir ki, hansı sırada çox atomlu bəsit maddələr əmələ gətirən elementlər göstərilmişdir? Fosfor, uşaqlar P4-dür. Çox atomludur, amma neon isə bir atomludur. Ona görə A variantı getdi. Oksigen O2. Deməli, çox atomludur, amma argon isə bir atomludur, getdi. Kükürt S8, fosfordakı P4. Deməli, cavab olur D variantı. Deməli, C-də kükürt deyirik ki, çox atomludur, amma helium bir atomludur. Y-də hidrogen çox atomludur, amma helium bir atomludur. Ona görə cavab olur 24-də D variantı. Gəlin baxağın 25-ci suala. 25-ci sualda bizə nə deyir? Deyir, hansı halda bəsit maddə haqqında söhbət gedir? Bir var, uşaqlar, baxın, mən bunu nəzərə əsaslarda da izahını vermişəm. Baxmayanlar varsa baxsın. Biri var ki, bəsit maddə haqqında söhbət gedir olsun, testlərdə düşür. Bir də var kimyəvi element haqqında. Mən dedim ki, əgər bizə verilən element
qarışığın tərkibindədirsə, bu zaman biz bu elementi bəsit maddə kimi baxacağıq. Yox, əgər verilən element saf maddənin tərkibindədirsə, onda biz ona necə baxacağıq? Kimyəvi element kimi. İndi baxın, bizə deyir ki, bəsit maddə. Bəsit maddə deyirsə, deməli mənə verilən element qarışığın tərkibində olmalıdır. Baxın uşaqlar, oksigen deyir ki, kükürt qazının tərkibində. Oksigen, kükürt qazı SO2 yazılır. Yəni SO2-ni yaza bilirəm, formulu var. Deməli bu necə bir maddədir? Saf bir maddədir. Oksigen kükürt qazının, yəni saf bir maddənin tərkibindədir. Və saf maddənin tərkibindədirsə, oksigen bəsit maddə ola bilməz. Kimyəvi element olur. Ona görə A variantı getdi. B variantı mis kuporosunun tərkibində. Mis kuporosu saf maddədir. Ona görə də yəni bizə verilən element mis saf maddənin tərkibində olduğu üçün ona mən bəsit maddə kimi baxmıram. Kimyəvi element kimi baxıram. B variantı da getdi. C variantında saxlayıram hələ ki. D variantı. Azot nitrat turşunun tərkibində. Nitrat turşu uşaqlar saf maddədir. HNO3 yazılır. Yəni formulu yaza bildim. Deməli azot mənə verilən element də saf maddənin tərkibində olduğu üçün o da kimyəvi element olmuş olacaq. Ona görə D variantı da silinir. C variantında C2 oksid deməli saf maddədir. Ona görə deməli mənə verilən element kimyəvi element olacaq. Amma C variantında uşaqlar cavab düzdür. Azot havanın tərkibində. Uşaqlar mən demişdim ki, sizə hava qarışıqdır. Çünki havanın tərkibində müxtəlif növ elementlər var. Müxtəlif növ atomlar var. Baxın burada qeyd edeyim hətta sizin üçün. 78% demişdim azot qazı var havanın tərkibində. 21% demişdim oksigen qazı var və 1% də demişdim nə var? Təsirsiz qazlar və ya digər adda nəcib qazlar, yəni helium, neon, argon, kripton, ksenon bunlara aiddir. Aha. Gəlin 26-cı sualın izahını verim. 26-cı sualda nə deyir bizə? Deməli 25-in cavabı oldu C variantı. 26-da deyir hansı halda hidrogen bəsit maddə kimi deyil, kimyəvi element kimi göstərilmişdir. Deməli hidrogen elementi saf bir maddənin tərkibində olmalıdır. Baxın. Deyir hidrogen suyun tərkibində. Bəli, su saf maddədir. Çünki formulu var. H2O-dur. Və mənə verilən hidrogen elementi saf maddənin tərkibindədirsə dedim nədir o? Kimyəvi element. A variantı deməli doğrudur. Gəlin digər variantlara da baxaq. Hidrogen ən gül qazdır. Ümumiyyətlə bu nə belə bir şey, yəni testi sadəcə variant olaraq yazıblar da. Yəni ümumiyyətlə bu kimyəvi element və ya da bəsit maddə haqqında danışıla bilməz. Yəni uşaqlar sizdə əgər ki, bəzi uşaqlar ümumiyyətlə çaşır, anlaya bilmir. Belə deyim, daha asan dildə deyim. Kimyəvi element və bəsit maddə haqqında deyəndə uşaqlar birinci siz variantda tərkibində söz görməlisiniz. Baxın, tərkibində. A variant tərkibində. Ondan sonra siz görün ki, bu bəsit maddədir, sonra yoxsa kimyəvi elementdir. Mən baxın burada görürəm, Y variantda tərkibində sözü görmürəm. D variantda tərkibində yoxdur. C variant tərkibində yoxdur. B variant tərkibində yoxdur. Bir dənə tərkibində elə budur. A variantı sizə doğru cavab A variantıdır. Amma 25-ci sualda bütün variantları tərkibində var. Onda artıq mən düşünürəm, bəsit maddənin tərifi necə idi, kimyəvi elementin tərifi necə idi? Yenə deyirəm, yadınızda saxlayın. Əgər bizə verilən element saf maddənin tərkibindədirsə, biz bu elementə kimyəvi element kimi baxacağıq. Əgər yox, bizə verilən element qarışığın tərkibindədirsə, onda biz bu elementə uşaqlar deməli bəsit maddə kimi baxacağıq. Bu belə. Sonra gəlin 27-ci suala baxaq. Deyir adi şəraitdə qaz halında olan və 2 atomlu bəsit maddələr əmələ gətirən elementləri müəyyən edin. Deməli bizdə həm qaz halında olmalıdır elementimiz, maddəmiz, həm də 2 atomlu olmalıdır. Baxın uşaqlar. Oksigen qazdır və 2 atomludur, düzdür. Amma karbon ümumiyyətlə qaz deyil, bərk haldadır və 1 atomludur. Ona görə A variantı getdi. B variantı kükürt S8. Yəni bu bərk haldadır. Hidrogen isə qazdır. Ona görə B də getdi. Deməli helium deyirik ki 1 atomludur. Qazdır amma 1 atomludur, 2 atomlu deyil. Ona görə C variantı getdi. Daha sonra Y variantda brom Ma7 nə olsun ki 2 atomludur, amma bizə qaz halında istəyirdi. G variantı getdi. Doğru cavab olur D variantı. Azot N2 və xlor 2 atomludur hər ikisi və hər ikisi də qaz halındadır. Ona görə 27-də olur D variantı. Sonra gəlin baxağın 28-ci suala. 28-ci sualda deyir, adi şəraitdə qaz halında olan, həm qaz halında olsun, həm də 1 atomlu olsun. Bəsit maddələri göstərim. Deməli, uşaqlar, oksigen 1 atomlu deyil, 2 atomludur. C variantı getdi. Kükürt bərk haldadır və S8-dir. Ona görə B getdi. Helium 1 atomludur, getdi. Ondan sonra argon 1 atomludur, getdi. Deməli, cavab olur Y variantı. Həm argon, həm də helium qaz halındadır və hər ikisi 1 atomludur. Daha sonra baxaq 29-cu suala. 29-cu sualda deyir ki, çox atomlu bəsit maddələr əmələ gətirən elementlərin müəyyən edin. Çox atomlu olsun və bəsit maddə olsun. Azotdur, N2 çox atomludur. Amma argon deyirik ki, 1 atomludur, B variantı getdi. Neon 1 atomludur, getdi. Heliumdur, hər ikisində 1 atomludur, getdi. Deməli, doğru cavab oldu A variantı. Kükürt S8 yazılır, kükürt S8, fosforda P4, S8, fosforda P4.
30-cu suala baxaq. Deməli, müxtəlif cinsli qarışıqları müəyyən edin. Müxtəlif cinsli qarışıqlarda hansılar aid ola bilər? Xörək duzu su, deməli deyirik ki, eyni cinsli qarışıqdır. Şəkər su eyni cinsli qarışıqdır, amma kükürt su və təbaşir su isə müxtəlif cinsli qarışıqdır. Ona görə 30-da olur A variantı. 31-ci suala baxaq. 31-ci sualda deyir ki, eyni cinsli qarışıqları müəyyən edin. Eyni cinsli qarışıqlar uşaqlar hansılar aid olacaq? Qumla su təbii ki, eyni cinsli qarışıq deyil. Müxtəlif cinsli qarışıqdır. Daha sonra neftlə su, bu da müxtəlif cinsli qarışıqdır. Glukoza su və xörək duzu su isə eyni cinslidir. Ona görə 31-də olur Y variantı. 32-ci sualda qarışıqları müəyyən edin. Hava qarışıqdır. 2-ni götürürəm. Daha sonra benzin qarışıqdır. Şəkər isə qarışıq deyil, saf maddədir şəkər. 2 ilə 3. Deməli, cavab olur A variantı. 33-cü suala baxaq. Üçüncü sualda nə deyir? Deyir ki, saf maddələri göstərin. Benzin qarışıqdır. Sirkə turşusu, baxın belə yazılır. CH3, CH yazılır. Oksigendəki O2 yazılır. Saf maddələr olacaq 1 ilə 3. Deməli, doğru cavab olacaq A variantı. Daha sonra bəsit maddələri göstərin uşaqlar. Burada deməli, su bəsit maddə deyil, mürəkkəb maddədir. Çünki H2O yazılır. Ondan sonra karbon qazı CO2 yazılır. Bəsit maddə deyil, mürəkkəb maddədir. Glukoza C6, HC6, H12O6-dır. Mürəkkəb maddədir. Ondan sonra qumdakı silisium O2 mürəkkəb maddədir. Deməli, doğru cavabımız hansı olur? C variantı. Almaz, civə, oksigen və ozon. O 35-ci suala baxaq. 35-ci sualda deyir ki, hansı elementlər metallara aiddir? 35. Silisium deməli deyir ki, qeyri-metaldır, getdi. Kükürt qeyri-metaldır, getdi. Hidrogen, oksigen qeyri-metaldır, getdilər. Burada azot qeyri-metaldır, getdi. Deməli, doğru cavab olacaq B variantı. 36-cı sual. Hansı elementlər qeyri-metallara aiddir? Burada kalsium metaldır, getdi. Natrium metaldır, getdi. Ondan sonra maqnezium burada metaldır, getdi. Sonra burada da barium metaldır, getdi. Amma bor, silisium, brom isə deməli qeyri-metaldır. 37-ci sualda deyir, etil spirti su qarışığını hansı üsulla ayırd etmək olar? Etil spirti su qarışığı eyni cinsli qarışıqdır və biz bunu distillə üsulu ilə bəli ayırd edə bilirik. Xörək duzu su isə uşaqlar nə ilə? Buxarlandırma ilə ayırd etmək olar. Əgər cavabda da kristallaşdırma da versəydi, buxarlandırma yoxdursa, onu kristallaşdırma sözünü götürəcəkdik. 39-cu sualda deyir ki, hansı ifadə bəsit maddəyə aiddir? Yenə, əgər bizə verilən element dedik ki, qarşılığın tərkibindəsə, o zaman o bəsit maddə olmuş olacaq. Kükürt sulfat turşu. Sulfat turşu uşaqlar safdır. Çünki H2SO4-dür. Formulu yazıla bilir. Ona görə A variantı, deməli, kükürt kimyəvi elementdir. Mis kuporosu deməlidir ki, saf maddədir, getdi. Kükürt qazı saf maddədir, getdi. Nitrat turşu saf maddədir, getdi. Amma hava qarışıqdır, deməli, cavab olacaq Y variantı. Sonra 40-cı sualda yalnız bəsit maddələrin ibarət sıranı müəyyən edin. Deməli, uşaqlar, bu hansı olacaq? Burada deməli, qum silisium O2-dir, mürəkkəb maddədir, gedir. Soda mürəkkəb maddədir, gedir. Ondan sonra burada pirit mürəkkəb maddədir, gedir. Burada deməli, gipsdir, mürəkkəb maddədir, gedir. Sonra ozondur, qrafitdir, yoddur. Bunlar deməli, hamısı nədir? Bəsit maddələrdir. Saf maddəni müəyyən edin. Hava saf maddə deyil. Saf maddə ilə ozondur. 41-də A variantı. 42-dir. Hansı ifadənin mənası yoxdur? Uşaqlar, ifadənin mənası, sizcə hansı ifadənin mənası ola biləcək? Saf maddə, yəni onun formulu olsun da. Benzol formulu var. Saxaroza, glikoza, azot, yəni azot N2-dir, glikoza C6H12O6-dır, benzol deməli C6H6-dır. Yəni ümumiyyətlə formulu var da bunların. Amma hava deyir formulu yoxdur, qarışıqdır deyə deməli cavab olacaq 42-də Y variantı. Daha sonra deyir, hansı ifadənin mənası var? İfadənin mənası var deyirsə, deməli, nə olmalıdır uşaqlar? Həmin o ifadə saf maddə olmalıdır, formulu olmalıdır. Hava deyil, glikoz olacaq da. Glikozanın formulu var çünki. 43 Y variantı. Glikozanın formulunu bilməyənlər yazıram bura. C6H12O6-dır. Sonra 44-cü sualda suda həll olan mayeləri suda məxluqdan hansı üsulla ayırmaq olar? Suda həll olan mayedirsə, ümumiyyətlə həll olan söz varsa suda həll olan. Deməli, bu nədir? Eyni cinsli qarışıqdır. Və maye, yəni hər ikisi maye olmalıdır. Hər ikisi maye olan və eyni cinsli qarışığa misal dedik biz nəyi? Etil spirti su. Və biz onu hansı sudan ayırd edirdik? Bəli, distillə ilə.
Sonra 45-ci sualda suda həll olan bərk maddə, həll olan deyir yenə. Deməli eynicisi qarşıda, amma bu dəfə bərk maddə deyir. Məsələn, deyirik xörək duzu və su. Bu zaman biz bunu necə ayırd edirdik? Uşaqlar buxarlandırma ilə. Deməli 45-də olur C variantı. Gəlin 46-cı suala baxaq. 46-cı sualda nə deyir? Hansı element 8 atomlu bəsit maddə əmələ gətirir? Azot N2-dir. Fosfor P4-dür, oksigen O2, yod yod2, amma kükürt bəli S8. Ona görə D variantıdır. Gəlin baxaq 47-ci suala. Hansı element 3 atomlu bəsit maddə əmələ gətirir? Deməli xlor xlor 2-dir, N2, P4, yod 2 və oksigen 2. Hə, bizə deyir ki, hansı element 3 atomlu bəsit maddə əmələ gətirir? Burada həm də altrobik şəkildəşmələrdən danışırıq. Ozon O3. O da oksigen altrobik şəkildəşməsidir və bəsit maddədir. Ona görə 47-də olur C variantı. 48. Hansı element 4 atomludur? Xlor 2, azot 2, ağ fosfor bəli P4-dür. Bu da oksigen 2, yod 2. Və oksigen, bir dedik oksigendə altrobik şəkildəşməsi, bir də dedik ozondur. Ozon da O3-dür. Ona görə məsəl üçün 47-də mən C-ni götürdüm. Mənə indi 4 atomlu deyir deyə P4 olacaq. Sonra qarşılığı deyir, müəyyən eləyir. Qarışıq, uşaqlar, hava, bayaqdan dəfələrlə deyirik, yadda saxlayın, hava qarışıqdır. 50-də hansı sırada yalnız qeyri-metallar? Natriumdan kalsium ümumiyyətlə metaldır. Burada deməli kalium metaldır, kalsium metaldır, natrium metaldır. Cavab olur 50-də D variantı. Mürəkkəb maddəni göstərin. Su, çünki H2O. Qrafit karbon altrobik şəkildəşməsidir. Fosfor P4-dür. 4 dənə eyni atom var. Kükürt S8, 8 dənə kükürt atomu var. Oksigen O2, 2 dənə oksigen atomu var. Deməli cavab olur 51-də B variantı. 52. Su ilə müxtəlif cinsli qarışıqları əmələ gətirən. Su ilə müxtəlifsi qarışıq deyəndə xörək duzu eyni cinslidir, şəkər eyni cinslidir, spirti eyni cinslidir. Hansı olacaq? Kerosin, sirkə turşusu eyni cinslidir. Deməli cavab olur 52-də C variantı. 53. Aha. 53-cü sual deyir ki, su ilə eyni cinsli qarışıqları əmələ gətirən. Hansı olacaq? Qum müxtəlif cinslidir, şəkər. Bəli. Hansı qeyri-metal adi şəraitdə bərk haldadır? Deməli, xlor qazda, azot qazda, brom mayedir. Hansı qeyri-metal? Deməli, fosfor. Cavab olur P4. Qeyri-metaldır və adi şəraitdə bərk haldadır. Deməli, cavab olacaq D variantı. 55-ci sualda hansı elementin altrobik şəkildəşməsi yoxdur uşaqlar? Yalnız Job-C'sin altrobik şəkildəşməsi var. Yəni karbonun, oksigen, fosfor, silisium və kükürdün. Fosforun var, karbonun var, oksigenin var, kükürdün var, amma azotun yoxdur. Sonra 56-cı sualda kondensləşmə zamanı maddənin aqreqat halını müəyyən edin. Bərkdən qaza. Bu sublimasiyadır. Bərkdən birbaşa qaza keçməsi sublimasiyadır. Qazdan mayeyə, bəli, kondensləşmə budur. Mayədən qaza isə bu buxarlanmadır. Və yaxud da digər adı ilə biz nə deyə bilərik? Qaynama. Ən çox buxarlama verilir testlərdə. Ona görə elə buxarlama da test öyrənsəz bəsinizdir. 56-da olur B variantı. Sonra gəlin 57-ci suala baxaq. 57-ci sualda nə deyir? Deyir ki, hansı ifadələr qeyri-metallara xarakterik fiziki xassiyətlərinə aiddir? Deməli, elektriki keçirmirlər, düzdür. İstilik yaxşı keçirir, xeyr, səhvdir. Çünki o metallara aid bir xüsusiyyətdir. Metal parıltısı var, metallara aid xüsusiyyətdir. Bir elektriki keçirmirdə kövrətdirlər. Qeyri-metalların xassiyətidir. Ona görə olur 57-də Y variantı. Sonra baxağın 58-ci suala. $58-ci sualda nə deyir uşaqlar? Deyir, hansı maddələrin müsbət 10 dərəcədə, müsbət 60 dərəcədə temperatur intervalında aqreqat hal dəyişmir. Baxın, X üçün verib. Mən burada oxunan çəkirəm ki, uşaqlar daha yaxşı yadında qalsın. Baxın, 0 həmişə ortada olur. Tamam mı? Müsbət 40, baxın, buradadır. Müsbət 152 də buradadır. Və mən intervallar çəkirəm. 2 dənə bax, bu interval məni 3 hissəyə aid edir bu oxda. Bu bərk, bu hissə bərk olur həmişə. Həmişə bərk maye qaz olur. Gəlin birinci, gəlin bu intervalların hamısını öyrədim sizə. Ondan sonra işləyək testi. Baxın, Y üçün Z üçün də çəkirəm. Deməli, 0 həmişə yenə deyirəm, ortada yazıram. Müsbət 5 sıfırdan sağdadır yazdım. Müsbət 230 da sıfırdan sağdadır yazdım. Baxın, mən burada 2 dənə şərtdə verilən interval çəkdim də. Və 2 dənə interval 3 dənə hissəyə aid edir.
bərk, maye, qaz. Və yenə 0-ı yazıram. Ortada -10. Bax, bu mənim öz şərtimin olan qiymətidir. 0-ı sadəcə özüm üçün qeyd edirəm mən bunu. -8-də, 80-dəki 0-dan sağda olan bir ədəddir. Və 2 dənə interval olan yer daxil olmaqla, 2 interval olan yer daxil olmaqla mən o intervalı 3 hissəyə ayırd edirəm. Və yazıram bərk, maye və qaz. İndi başqa bir rəngdən götürüm ki, tam belə başa düşəsiniz. Baxın, mənə deyir ki, şərtdə müsbət 10 dərəcədə, müsbət 60 dərəcəyə. Baxın, gəlin birinci x üçün baxaq. Müsbət 10 dərəcə uşaqlar hardadır? Burada müsbət 40-dırsa, müsbət 10 baxın, bax buradadır. Təqrib olaraq müsbət 10. Deməli, müsbət 10 hansı haldadır? Bərk halda. Müsbət 10-dan deyir müsbət 60. Müsbət 60, müsbət 40-dan müsbət 152 arasındadır. Bax, məsələn, buradadır müsbət 60. Onda müsbət 60 hansı intervala düşdü? Maye. Deməli, mənim x-in aqreqat halı dəyişdi. Bərkdən keçdi maye. Bizi deyir dəyişməsin. Ona görə x-ləri götürmədik, x-i sildik. Y üçün baxaq. Deyir, müsbət 5-dən müsbət 230-dur bizim interval. Bax, buradan burada intervalımız. Və deməli, nə deyir? Deyir ki, müsbət 10-dan müsbət 60 dərəcə. Müsbət 10 uşaqlar harada yerləşir? Müsbət 5-dən müsbət 230 arasında. Məsələn, baxın, müsbət 10 burada yerləşir. Müsbət 10. Müsbət 60 da elə burada yerləşir. Müsbət 5-dən müsbət 230 aralığında. Deməli, hər ikisi maye haldadır. Maye haldadır. Yəni, dəyişmədi. Y götürdüm. Sonra Z üçün baxaq. Z üçün deyir ki, -10-dan müsbət 80 intervalını yazmışam. İndi deyir, müsbət 10-dan müsbət 60. Müsbət 10 uşaqlar harada olacaq? Baxın, 0-dan sağda burada. Müsbət 10 burada olur. Müsbət 60-da yenə 0-dan 80 aralığında buradadır da. Deməli, hər ikisi maye haldadır. Deməli, bu da dəyişmədi. Deməli, doğru cavabımız nə olacaq? Y-dən Z, yəni C variantı. Uşaqlar, hələ ki, bu qədər. Hansı hissədə qaranlıq qalan bir sualınız oldusa, yorumlara yaza bilərsiniz. Hələlik özünüzə yaxşı baxın.